Salam, hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səhət verilişində yenidən xoş gördük. Bugün biz prostat vəzinin müasir biopsiyası və varikosel əməliyyatının ən müasir üsulu haqqında söhbət aparacağıq. Suallarımızı uzman uroloq-androloq Emin Məmmədov cavablandıracaq. Xoş gəlibsiniz, doktor. Doktor, çox maraqlıdır prostat vəzinin müasir üsulla biopsiyası. Öncə istərdim bir biopsiya haqqında məlumat verərdiniz. Biopsiya nədir? Xərçəngi yayırmı? Bəzən mənə də izləyicilərimiz yazırlar ki, Könül xanım, həkim biopsiya dedi, biz imtina etdik. Çünki biopsiyadan sonra xoş xassəli xərçəng bəd xassəli xərçəngə çevrilir, yaxud metastaz verir, xərçəng bədənə yayılır deyə hələ də bir aləm şəhər əfsanələri dolaşır. Öncə istərdim bu suala aydınlıq gətirəsiniz. Biopsiya nədir və niyə alınır? Əslində dediyinizdə o vətəndaşların dediyi tamamilə yanlış da deyil, doğru da deyil. Çünki hər xəstəlikdə, hər orqanda olunacaq metod, icra olunacaq biopsiya növü fərqlidir və bəzilərində həqiqətən də biopsiya etmədən əməliyyata ehtiyac olur. Məsələn, böyrək biopsiyasını ehtiyac olmur xəstələrin böyük əksəriyyətində kompüter tomografiyası və MRT ilə əməliyyat qərarı verə bilirik. Xaya biopsiyasında xayadan necə iynə ilə biopsiya götürərsək, xəstənin mərhələsi atlayır, böyüyür. Ona görə biopsiyaya ehtiyac yoxdur. Bəli, qismən doğrudur, orqana görə dəyişir. Amma prostatda biopsiya etmədən qətiyyən əməliyyat qərarı, yəni onkoloji riskimiz varsa, onkoloji əməliyyat qərarı verə bilmərik qətiyyən biopsiya etmədən. Qısacası hər orqanda fərqlidir bu. Biopsiya o deməkdir ki, bir orqandan, hədəflədiyimiz bir orqandan parça götürərək, kiçik bir parçasını götürərək və ya şiş toxumasından kiçik bir parça götürərək ora haqqında məlumat əldə etmək. Yəni bu onkoloji xəstəlik də ola bilər, qeyri-onkoloji xəstəlik də ola bilər. Məsələn, böyrək çatışmazlığında nefroloqlar tərəfindən, invaziv radioloqlar tərəfindən parça götürülür, biopsiya götürülür ki, bilinsin böyrək çatışmazlığın səbəbi nədir, hansı növdür, səbəbi nədir və s. Onkoloji xəstəliklərdə də bənzər məntiqlə prostatdan məsələn elə deyək, parça götürürük, bilirik ki, bu prostatda onkoloji xəstəlik varmı, yoxdurmu? Onkoloji xəstəlik varsa, hansı növüdür, sürətli gedən növüdür, yavaş gedən növüdür və s. Əgər onkoloji xəstəliyi də aşkarlayırıqsa, artıq mərhələləndirmə eləyirik. Kompüter tomografiyası, PET-CT və s. Xərçəngin növünə görə bunlara qərar verib. Doktor, üzr istəyirəm, biopsiya ilə xərçəngin mərhələsini təyin etmək olmur? Xeyr. Hər orqanda fərqlidir, amma yenə prostatda xeyr. Yəni prostatda sadəcə aqressiv gedən, sürətli gedən növüdür, yavaş gedən növüdür o haqda və ya mərhələsini qismən, məsələn, toxum kisələrindən də parça götürülübsə, toxum kisəsində uzanma varmı, yoxmu? Bəzən parça götürəndə toxum kisəsinə də denk gəlmiş ola bilir, nadirən. Ora uzanma varmı, yoxmu? Onu görürük və ya sinirlərə uzanma varmı, damara uzanma varmı, yoxmu? O haqda məlumatımız olur. Amma dəqiq mərhələləndirmə etmək mümkün deyil. Hansı xəstələrdən biopsiya götürmək göstərişdir? Prostat üçün. Bəli. Prostatda mütləq ilkin olaraq PSA dediyimiz qan analizinə baxırıq. Qanda sadəcə qan verilir xəstələr və o PSA analizinə... Hansı xəstələrə lazımdır bu analizi vermək? Ən başdan başlayaq. Birincisi, PSA analizi 50 yaş üstü bütün kişilərdə ildə bir dəfə baxılmalıdır. Şikayət oldu, olmadı? Olmadı. Fərqi yoxdur. Check-up məqsədli bütün kişilərdə baxılmalıdır. Amma ailədə prostat xərçəngi hekayəsi varsa, atada, əmidə və s. onlarda 40 yaş üstü mütləq baxırıq. Biz PSA niyə baxırıq? Çünki bir xərçəngi aşağı mərhələdə yaxalanmaq üçün, prostat xərçəngini aşağı mərhələdə yaxalanmaq üçün bizə yol göstərir. Digər orqanların demək olar ki, heç birində belə sadəcə bir qan analizi ilə şübhələnək, araşdıraq deyə nadirən olur. Amma prostatda elə bir şansımız var və sadə bir qan analizi ilə buna baxırıq, şübhələniriksə araşdırırıq. PSA da bəzi xəstələrimiz gəlir,
Deyir ki, mənim PSA 50 yaşındadır, məsələn, və ya 40 yaşındadır. PSA normal sərhəddədir. Amma hər yaşa görə normal sərhəd dəyişir. Yəni 50 yaşın normal sərhəddi ilə 60 yaşın normal sərhəddi, 70 yaşın normal sərhəddi eyni deyil. Yəni ona görə o analiz, laborator analizin qabağında yazılan sərhəddə həmişə bizə yol göstərmir. Həqiqi dəyər bizim üçün əhəmiyyətlidir. Bəzi xəstələrimiz dərman istifadə eləyir. Prostata görə bəzi dərmanlar PSA dəyərini aşağı salır. Və bu da bizə həqiqi dəyəri vermir. Mütləq o dərman istifadəsi eləyən xəstələrdə biz həqiqi dəyəri hesablayıb ölçürük. Yəni qısacası PSA-nı dəyişdirən bəzi şeylər var. Və PSA sadəcə prostat xərçəngində artmır. Prostatın iltihabında da artır. Bir gün əvvəl əlaqədən olan insanlarda da PSA arta bilir, spirtli içki qəbulu və s. Bəzi şeylər PSA-nı artıra bilir. Yəni hər PSA yüksəkliyi qısacası xərçəng var demək deyil. Ona görə bu xəstələrdə əgər iltihabdan, infeksiyadan şübhələniriksə, müalicə veririk, kontrolda yenidən PSA-ya baxırıq ki, normaya düşübmü, düşməyibmi. Amma yox, artıq qərar verdik, PSA yüksəkdir. Bu zaman keçmişdə xəstələrimizin hamısına biopsiya eləyirdik. Amma bugünkü gündə prostatın multiparametrik MRT-si, fərqli bir MRT-dir və fərqli çəkilən, fərqli parametrlərlə çəkilən bir MRT-dir. Radioloqlarımız tərəfindən çəkilir. Bu MRT bizə prostata biopsiya etməyə qərarında çox ciddi yol göstərir. Çünki hər PSA yüksəkliyində MRT əgər yaxşı çıxarsa, biopsiya etməyə ehtiyac qalmır çox vaxt. İkincisi, bu MRT-nin faydası odur ki, biz PSA yüksəkdir, prostat xərçəngi düşünürük, MRT elədik. MRT-də prostatın bir nöqtəsində şiş olma ehtimalı, xərçəng olma ehtimalını bizə göstərir. Biz artıq prostatın biopsiya elədiyimiz zaman prostatın planlı standart 12 parça biopsisini götürürük. Eyni zamanda o şiş olan toxumadan, MRT-nin şiş dediyi toxumadan əlavə bir parça daha götürürük və ya 2 parça daha götürürük. Bəzən olur, MRT 3-4 yerdədir, onların hər birindən ayrı-ayrı götürməyə ehtiyac olur. Doktor, qeyd etdiniz ki, 50 yaşdan sonra hər bir kişi ildə bir dəfə şikayəti oldu-olmadı bu analizi verməlidir. Mən inanmıram ki, bizim əhalimiz, ümumiyyətlə, xüsusən də kişilər bu qədər diqqətli olsunlar, ildə bir dəfə gedib versinlər. Adətən təsadüf nəticəsində yaxud şikayətlər əsasında mı üzə çıxır bu problem? Bəzən, bəli, şikayəti olduğu üçün həkimə gedir. Həkim 60 yaşında məsələn gəlib. Hansı şikayətlə gəlir bu kişilər? Yəni, onların bu prostat xərçəngi ümumiyyətlə simptom verən bir xəstəlik deyil də. Nə vaxt simptom verir? Sümüklərə yayıldığı zaman sümük ağrıları kimi simptomlar verə bilir. Ona qədər heç bir şikayəti olmur. Prostat xərçənginə xas bir simptom yoxdur. Simptomların hamısı prostatın böyüməsinə xas olan simptomlar ola bilir. Yəni, tez-tez sidiyə getmə, gecə sidiyə qalxma, sidiyi tam boşalda bilməmə, sidiyin təzyiqinin azalması, yandırma, göynətmə kimi şikayətlər ola bilir. Və bunlar prostat xərçənginə xas bir simptom deyil. Yəni, prostatın böyüməsinə xas bir simptomdur. Ən çox sıxıntı yaşadığımız xəstələr gəlir, mən prostatım çox böyükdür, xərçəng olacağam deyə qorxu, təşvişlə gəlirlər və mütləq əməliyyat olmaq istəyir ki, yəni prostat xərçəngindən sağalım. Əslində elə bir şey yoxdur. Yəni, prostat böyüməsi prostat xərçəngi riskini artırmır. Məsələn, bir alma fikirləşin, ölçüsü böyükdür, içində çürük olmaya bilər. Amma elə alma ola bilər ki, ölçüsü balacadır, amma içində tamamilə çürümüş ola bilər. Bizi narahat edən o çürükdür, ölçü deyil. Bəli, ölçü deyil, çürükdür. Yəni, qısacası, prostatın böyüməsi prostat xərçəngi riskini artırmır. Yəni, bizə prostat xərçəngi riskini artıracaq şey, yəni göstərən şey o PSA analizi. Analizdə yüksəklik varsa MRT, MRT-də də sıxıntı varsa biopsiya eləyib qərarımızı veririk. Yəni, MRT də elə bir şeydir ki, xərçəng bizə lazımsız biopsiyalardan qoruyur. Keçmişdə deyək ki, 100 nəfərin 100 PSA-sı yüksək olan amma biopsiya eləyirdik, 90-ında təmiz çıxırdı, 10-unda onkoloji xəstəlik çıxırdı. İndi təbii ki, PSA artışına görə, PSA dəyərinə görə onkoloji risk də artır. İndi burada dediyim rəqəm şeydir, dəqiq bir rəqəm deyil. Amma bugünkü gündə deyək ki, o 100 nəfərə artıq biopsiya eləmirik, MRT eləyirik. Onların 60-ında biopsiya və ya 50-sində biopsiya ehtiyac olur. Yəni, biopsiya və ya daha 40-ında. Yəni, MRT lazımsız biopsiyaları qoruyur. Xəstələrin lazımsız biopsiyalardan qoruyur. Yəni, boş yerə biopsiya etməmiş oluruq xəstələrə. Doktor, müasir biopsiya üsulu füzyon biopsiya haqqında istəyərdim bizə məlumat verəsiniz. Onun üstün tərəfi və özəlliyi nədən ibarətdir?
ənənəvi, daha öncəki biopsiya üsulundan fərqli olaraq? Ənənəvi biopsiyanı hələ də eləyirik. O Ənənəvi nədir, necə olur biopsiya doktor? nədir ənənəvi? Biz yəni prostatı alma olaraq deyək, daha rahat başa düşsün izləyicilər. Alma var, içində çürük var. Çöldən baxanda almanın içini görə bilmirik. Çürüyün harda olduğunu bilə bilmirik. Prostatı, yəni o almanı xəyali olaraq 12 hissəyə beynimizdə ayırırıq və üst hissə, orta hissə, alt hissə, sağ hissə, sağın tamam çöl hissəsi, sol hissə, solun çöl hissəsi deyə, yəni 12 parça ayırırıq və hər birindən iynə ilə parça götürürük. Amma o parça çürüyə gedib, yəni xərçəng şişinə gedib denk gəlməyə bilər. Yəni Bəxtə xudadır doktor, bəxtə-bəxt batırırsınız o iynəni. Xərçəngin ölçüsü böyükdürsə, yəni o şiş prostat toxumasında, ona tuş gələcək. Bəli, tuş gəlmə ehtimalı yüksəkdir. Amma ölçüsü çox kiçiksə yenə tuş da gələ bilər, tuş gəlməyə də bilər. Qısacası xərçəng olub da atlama ehtimalımız var. Amma bugünkü dövrə qədər bu iş belə idi də, yəni füzyon biopsiya olana qədər bu iş belə idi. Yəni dünyada başqa bir metod yox idi. Amma artıq MRT-dən sonra, prostat MRT-sindən sonra və bu yazılımlarla, füzyon biopsiya ilə biz onsuz da yenə o 12 parçamızı yenə götürürük. Təsadüfi, yəni o beynimizdə böldüyümüz 12 parçanı yenə götürürük. Amma eyni zamanda o xərçəngin və ya o çürüyün dediyimiz yerdən əlavə biopsiya daha götürürük. Bunu da necə görürük? UZI bizə xərçəng haqqında, yəni UZI görüntüsü xərçəng haqqında məlumat verməz. MRT bizə bunu göstərir. Qızıl standart MRT-dir mi doktor? Qızıl standart hər xəstədə yox, bəli, çox vaxt MRT-dir. MRT bizə xərçəngin yerini göstərir, yəni şübhələndirər. Və həmin o görüntünü, MRT-dəki görüntünü UZI aparatı ilə üst-üstə qoyan yazılım var, proqram var, cihaz var. UZI aparatındakı o görüntü ilə MRT-nin görüntüsünü üstünə qoydu və MRT xərçəng dedilən yeri artıq UZI-də işarətlənmiş olur. Bizə parıldayan şəkildə göstərir. Hər yerdən götürürdük, hər yerdən 12 dənə götürürdük. Əlavə o işarə olunan yerdən 1, 2, 3 dənə daha götürürük. Doğru çıxır doktor, təcrübənizə görə. Doğru çıxma ehtimalı çox yüksəkdir. Bəli, çox yüksəkdir. Bu füzyon biopsiyanın 3 metodu var. Birincisi, bu ən düzgünü də bu bayaq dediyim kimi UZI aparatı ilə MRT görüntülərini üst-üstə qoyan bir yazılım var, cihaz var və bunu eləyir. Bizə göstərir. İkincisi, biz bunu, cihaz yoxdur, biz MRT-də görürük ki, törəmə prostatın deyək ki, sağ yuxarı hissəsindədir. Beynimizdə UZI görüntüsündə, beynimizdə deyirik ki, prostatın sağ yuxarı hissəsi oradır, oradan əlavə daha alın. Bu da bizə yol verir, amma füzyon biopsiya qədər, yəni dəqiq kognitiv deyil, normal cihazla elədiyimiz füzyon biopsiya qədər dəqiq deyil. Üçüncü füzyon biopsiya metodu MRT cihazının içindəykən biopsiya eləmək, real time deyilir. Bu gündəlik praktikada istifadə oluna bilmə şansı çox yoxdur. Niyə doktor? Şüaya görə? Şüaya yox, eləmək çox çətindir. MRT aktivkən, bəli, MRT aktivkən bu iş olmalıdır. Yəni praktikada bu iş eləmək düzgün deyil. Yəni ən düzgünü dediyim kimi o füzyon biopsiyanın cihazı ilə, düzdür, cihazı biraz bahalı bir cihazdır. Ölkədə demək olar ki, 1-2 mərkəzdə olan bir cihazdır. Amma ən düzgün olunacaq metod da budur. Nə gözəl. İndi bir düşünün doktor, əvvəlki metodla olanda təbii ki, biz burada həkimləri qınaya bilmərik. İzləyicilərimiz də elə başa düşməsinlər ki, daha öncə həkimlər səhv etdilər. Xeyr. Sadəcə bütün dünyada qəbul olunmuş və mövcud olan, var olan bir üsul idi ki, o hər kəs istifadə edirdi. Amma nə qədər bu bəxtə xudadır. Yəni 12 hissə götürürük, 12 hissəsi də sağlam hüceyrəyə düşə bilər. Yəni xərçəng hüceyrəsinə tuş gəlməyə bilər. Amma böyük əksəriyyətində, yəni 12-dən birində alınırdı mı? Bəli, çox. Bizim xərçəng xəstəliyi diaqnoz qoyduğumuz çox xəstəmiz var. Bura gələndə bir xəstənin biopsiya götürmüşdük. Bəli. Və ondan da xərçəng çıxma ehtimalı çox yüksəkdir. Yəni qısacası bu biopsiya, standart biopsiyada da xərçəng qoya bilmə diaqnozumuz yüksəkdir. Amma kiçik törəmələrdə ona tuş, bəli, ona tuş gəlmə ehtimalı azalır. Aşağıdır. Azalır. Və bu nə deməkdir? Həmin xəstəyə cavab sağlamsan gəlir. Bəli. Deyilmi doktor? Bəli. Yəni yanlış biz bir nəticə. Biz onsuz da sağlamsan dediyimiz xəstələr çıx get bir daha bizim qapımıza gəlmə demirik, mümkün də deyil. Mütləq onlar indi dəyişir müddətə görə, ya 6 ay, ya ildə bir dəfə, ən gec ildə bir dəfə kontrolda saxlayırıq. Onlarda nəyi görürük?
Bu PSA biopsiya elədi, məsələn keçmişdə nə idi? Bəli. Biopsiya elədi, təmiz gəldi, evinə getdi və gələn il gələndə PSA-sı 10% artıb. Əvvəl deyək ki 10 idi, indi olub 11, 12 və s. Biraz da kontrollu saxladıq, yenə artaraq gedir. Deyirik ki, burada bir sıxıntı var. Mütləq MRT eləyək. MRT elədik, artıq bizim o tuş gələ bilmədiyimiz yerdə Böyüyür o. başqa bir yerində bir şiş görünür. Bəli, o şişdən artıq biopsiya eləmək məcburiyyətinə Yəni qalır. böyüyənə qədər gözləmək lazımdır, Deyir, diaqnozu təyin kiçiykən etmək daha, üçün. bəli, kiçiykən daha füzyon biopsiyada da daha rahat şəkildə qoyula bilir. Gecikmiş olmuruq mu? Misal üçün, xüsusən də ümumi cərrahlar, onkoloqlar, məsələn, süd vəzi xərçəngi haqqında danışanda deyirlər ki, 0-cı mərhələdə mammoqrafiyanın köməyi ilə əgər süd vəzi xərçəngi aşkar olunarsa, sağalma ehtimalı 95%, hətta 98% belə sağalma ehtimalı var deyirlər. Yəni bunu prostat vəzinə də, prostat xərçənginə də aid etmək olarmı? Misal üçün daha ən kiçik belə olanda Ümumiyyətlə bütün xərçənglər ən aşağı mərhələdə hamısı sağalır. Amma problem onu aşağı mərhələdəykən yaxalamaqdır. Prostatın PSA analizi var ki, aşağı mərhələdə yaxalama şansımız yüksəkdir. Məsələn, mədədə və indi zond udmasa və ya işte bu kolonoskopiya, gastroskopiya olunmasa, mədə xərçəngini, bağırsaq xərçəngini yaxalama şansı azalır. Ta ki, simptom verənə qədər. Yəni, qısacası prostat elə də, bir də prostat digər orqanlardan fərqli olaraq böyük əksəriyyəti xərçənglərinin çox yavaş böyüyür. Çox yavaş böyüyür. Yəni, prostat üçün məsələn, bugün bir insana irəli mərhələ prostat xərçəngi diaqnozu qoyuruqsa, o böyük ehtimal 5 il, 6 il, 7 il əvvəldən var imiş, yəni uzun müddətdir var imiş. Hətta xəstələrimizdə orta mərhələ, aşağı mərhələdə heç toxunmasaq belə ən az 10 ildən çox yaşayırlar. Məsələn, əgər 70 yaşlı bir kişidə prostat xərçəngi aşkar olunubsa, heç toxunmağa ehtiyac olmur, doktor? Bugünkü gündə artıq dövrümüz dəyişib, yaş mövhumu artıq fərqlidir. Yəni, xəstənin yaşından daha əhəmiyyətlisi ümumi vəziyyətidir. Yəni, xəstələrimiz var ki, 50 yaşında ürəyində 3 dənə, 4 dənə stent, açıq əməliyyatlar olub. Yəni, o insanın gözlədiyimiz yaşam müddəti ilə 75 yaşında heç bir xəstəliyi olmayıb, tam fit, yəni heç bir problemi olmayan insanın gözlədiyimiz yaşam müddəti eyni deyil. Yəni, elə xəstəmiz var ki, əməliyyat eləmişik, 78 yaşında prostat xərçəngidir, amma adamın heç bir xəstəliyi yoxdur. Yəni, 4-cü mərtəbədəki əməliyyatxanaya mən liftlə çıxdığım zaman o pilləkənlə qalxır. Yəni, elə insanlar var. Yəni, burada yaş bəli əhəmiyyətlidir bizim üçün. Amma yaşdan əhəmiyyətli xəstənin performans statusu dediyimiz ümumi vəziyyətidir. Fit olub olmaması, əlavə xəstəlikləri, bunlar bizim üçün daha əhəmiyyətlidir. Qısacası, prostat xərçəngində biz müdaxilə eləyək deməyimiz üçün, yəni sağaldıcı, kürativ cərrahi eləyək deməyimiz üçün, kabaca desək, ümumi olaraq desək, o xəstədən 10 ildən çox yaşam gözləntimiz olmalıdır. Yəni, əlavə ürək, ciddi ürək xəstəliyi və ya məsələn, ürəyin atım fraksiyası çox aşağıdır. Yəni, biz onun prostat xərçənginin onu öldürmə ehtimalı, ürəyin öldürmə ehtimalından çox daha azdır. Heç prostat xərçəngini toxunmaya da bilirik. Toxunmaya ehtiyac belə olmur o xəstənin. Çünki prostat xərçənginin gedişatı çox yavaş olur. Yəni, o tərəfdən sıxıntı yaşamayacaq və ya gedişatı yavaşladıq, iynə, dərmanlar verə bilirik. Amma xəstənin 50 yaşı var, heç bir xəstəliyi yoxdur, 60 yaşı var, heç bir xəstəliyi yox və ya cüzi xəstəlikləri var. Yəni, biz ondan uzun müddət yaşam gözləyirik. Yəni, biz onu mütləq sağaldıcı əməliyyat eləməliyik. Doktor, peşəkarlıq da budurmu? Yəni, kimi əməliyyat edib etməyəcəyinizi seçməkdirmi? Onsuz da ən əhəmiyyətli şey, bəli, əməliyyat eləyə bilmək əhəmiyyətlidir, əməliyyat taktikası, texnikası əhəmiyyətlidir, amma ən əsas şey bir insana əməliyyat lazımdırmı? Əməliyyat lazımdırsa, hansı metod lazımdır? Ən əsas qərar orada verilməlidir. Çünki bəzən başqa həkimlərlə də söhbət etdiyimiz zaman qeyd edirlər ki, misal üçün, yaşlı bir kişidir, bir babadır, bundan sonra ailə qurmayacaq, varikosel əməliyyatı edirlər. Halbuki onun o əməliyyata ehtiyacı yoxdur. Əməliyyat onun üçün göstəriş deyildi ki, zaman-zaman həkimlərdən belə söhbətlər də eşidirik. Təbii ki, varikoseli ən çox əməliyyata ehtiyacı hamiləlik planına gələcəkdə və ya indiki halda hamiləlik planlayacaq oğlanlarda, kişilərdə əməliyyat edirik. Ata olmağı planlayan insanlarda eləyirik. O da hamıda yox. Yəni, hər əməliyyatın göstəriciləri var da, bir göstəriş olmalıdır. Varikosel əməliyyatında da göstərişimiz odur ki, hamiləlik gələcəkdə də və ya indiki halda ata olma planı var.
xaya ölçüsündə ya kiçilmə olacaq, ya sperm parametrlərində korlanma olacaq və ya bəzi seçilmiş xəstə qrupları var. Sperm analizi normal olsa da, xaya ölçüsü normal olsa da, onda yenə varikosel əməliyyatı eləyirik. Məsələn, təkrarlayan düşüklər və ya açıqlaya bilmədiyimiz sonsuzluğu var. Bunlarda sperm DNA DNT-sinin zədələnməsinə baxırıq. Zədələnməsi yüksək çıxarsa yenə varikosel əməliyyatı eləyirik. Amma eyni zamanda qadın tərəfdə də hər hansı bir sıxıntı olmamalıdır və s. İndi bəzi göstəricilər var. Amma ümumi olaraq ən sadə göstəricilər ya xaya ölçüsü kiçilir, ya da sperm parametrlərində korlanma olur. Bunlarda əməliyyat edirik. Yoxsa varikoselin böyük əksəriyyətində əməliyyat eləməyə ehtiyac olmur. Doktor, bəs varikoselin ən müasir üsulla əməliyyatı nədən ibarətdir? Varikosel əməliyyatının ümumiyyətlə qızıl standartı mikroskop ilə icra olunan varikosel əməliyyatıdır. Burada da səbəb nədir? Varikosel əməliyyatının çox metodu var və bir əməliyyatı eləyiriksə maksimum fayda olmalıdır, minimum təkrarlama ehtimalı olmalıdır, minimum fəsad olmalıdır. Buna görə əməliyyat metodları seçilir. Varikosel əməliyyatında fəsadları arasında ən çox görüləni xayalıqda su yığılması, maye yığılmasıdır və ya xayanın damarının zədələnib, təmiz qan aparan damarın zədələnib xayanın kiçilməsidir. Bu ehtimallar da ən az olan metod mikroskop ilə icra olunan varikosel əməliyyatıdır. Burada da geri dönüşümsüz ən böyük problem xayanın təmiz qanını aparan damarın arteriyasının zədələnib xayanın bağlanmasıdır. Keçən həftə 10 gün əvvəl gəldi bir oğlan. 2 il əvvəl əməliyyat olub varikosel, xayası ümumiyyətlə yoxdur artıq. Demək olar ki, heç yoxdur. Arteriya zədələnib, ona görə açıq metodla, köhnə metodlarla icra olunub. Burada bizim üçün o dediyim kimi ən dəyərli şey arteriyanın qorunmasıdır. Arteriyanın da qorunmasında ən müasir üsul mikrodopler varikosel üsuludur. Bu nə deməkdir? Biz xayaya gedən o boru var da, damarların getdiyi bir boru var. O borunun üstünü açdığımız zaman damarları görürük. Bütün damarlar bir-birinə oxşuyur. Arteriyada, limfatik damarlarda, venalarda, yəni çirkli qanı aparan damarda. Biz orada ancaq çirkli qanı aparan damarı bağlamalıyıq, digərlərini qorumalıyıq. Bəs necə seçirsiniz, doktor? Mikroskopla burada ciddi olaraq bizə görürük, onların hamısını ayırd eləyə bilirik. Əməliyyat müddətini qısaltmaq üçün, yəni məsələn orada biz təmiz qanı aparan damarda nəbzi görməliyik. Necə qolda, boyunda nəbz varsa, təmiz qanı aparan damarların hamısında nəbz olur. Döyünür, doktor. Bəli, döyünür. O xayaya gedən damarda təmiz qan aparanda çox incədir. Yəni orada o döyüntünü görə bilmək üçün biraz səbir tələb eləyir, vaxt tələb eləyir. Xəstənin təzyiqinin normal olması lazımdır, aşağıya düşməməlidir. Yəni biraz təcrübə tələb eləyir və bunlar hamısı bizim üçün vaxt aparan şeylərdir. Amma mikrodopler olduğu zaman təmiz qanını aparan damarın üzərinə, arteriyanın üzərinə qoyduğumuz zaman görüntü yoxdur, səs eşidirik. Damarın içindən gedən qanın damar divarına dəydiyi zaman o döyüntü fış 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 deyə bir səs gəlir. Bəli, o səsi o aparat, o cihaz onu eşitdirir. Onun üstünə qoyduğumuz zaman bu təmiz qan aparan damardırsa, onu ayırırıq, bağlamırıq. Çirkli qan aparan damar qoyuruq üstünə. Burada səs yoxdur. Deməli, səs yoxdursa deməli çirkli. Bəli, çirkli qan aparan damardır. Biz bunları bağlamalıyıq. Yəni əməliyyat müddətini həm çox qısaldır və bu metodla təmiz qanı aparan damarın bağlanma ehtimalı sıfırdır. Yəni çünki səs gəlmirsə arteriya deyil. Arteriyada mütləq pulsasiya olur, nəbz olur. Doktor, o zaman daha öncə, illər əvvəl bu cihazlar olmadan cərrahlara daha mı çətin idi bu əməliyyatı icra etmək? Əslində daha çətin deyildi, amma əməliyyat fəsadları daha çox idi. Kəsinliklə daha çox idi. 15-20%-ə yaxın fəsadlar görülürdü. İndi isə demək olar ki, sıfıra yaxın da fəsadlar çox-çox nadirdir. 1000-də 1, 1000-də 2 görülür. Hələ mikrodopler ilə dediyim kimi, yəni bu əməliyyatın ən əhəmiyyətli geri dönülməz problemi xayanın kiçilib yox olmasıdır. Yəni o sıfırdır artıq. Və doktor, indiyə qədər bir dəfə müayinədən keçməmiş, bir uroloqa, androloqa müraciət etməmiş izləyicilərimizə nə demək istərdiniz? Ötən, belə deyək də, il mənə bir izləyici məktub yazmışdı ki, Könül xanım, mən yalnız əskərliyə gedəndə bildim ki, bir böyrəyim var imiş.
Yəni o vaxta qədər heç xəbəri olmayıbdı. Bizim Heç 70 yaşında bir xəstə əməliyyat elədi. 70 yaşında öyrəndi ki, tək böyrəyi var. Yəni nə demək istəyərdiniz? Yəni insanlar təbii ki, indi bu dövrdə biraz fərqlidir. Yəni həkimə İcbari tibbi sığorta da var. İcbari tibbi sığortandan da dövlət xəstəxanalarımızda çox yaxşı müayinələr, analizlər olunur. Özəl xəstəxanalarda da olunur. Yəni əslində həkimə gediş daha rahatdır və artıq keçmişdəki kimi UZI cihazı yox idi, nə başqa cihazlar yox idi deyil də. Yəni indi hər yerdə var. Yəni ölkəmizin hər rayonunda, hər kəndlərdə belə böyük əksəriyyətində UZI cihazı var. Ultrasəs müayinə cihazı var, laboratoriyalar var. Yəni ən azından yəni insan özünə bir dəyər verməlidir. Yəni maşınımızı çox sadə, maşınımızı 6 ayda bir, neçə ayda bir aparıb ustaya göstəririk də, yağı dəyişir, nəyi dəyişir. İnsan özü maşından daha dəyərsiz deyil təbii ki. Özünə verəcəyin dəyər orada özünü göstərəcək ki, yəni bir də işin pis yanı nədir? Biz işi gecikmiş mərhələdə aşkarlayanda hər tərəfdən sıxıntı yaşayırıq. Həm xəstəliyin sağalması tərəfdən istədiyimiz nəticəni, o qədər istədiyimiz nəticəni əldə etmək çətinləşir. Həm müalicə metodları, müalicə sayısı artır. Məsələn, aşağı mərhələ bir prostat xərçəngində əməliyyatla tam sağalacaqkən, irəli mərhələ bir prostat xərçəngində əməliyyatın üstünə şüa müalicəsi almalıdır, çox vaxt hormon müalicəsi almalıdır, iynə dərman, ağıllı dərmanlara ehtiyac ola bilir. Hətta metastatik bir xəstəlikdə, yayılmış bir xəstəlikdə əməliyyat şansını artıq itirir. İynə dərman, ağıllı dərmanlar, ximiya müalicəsinə ehtiyac ola bilir və xəstəlik də sağalmır. Müddət yavaşlayır, xəstəlik tam sağalmır. Yəni həm maddi olaraq, həm sağlamlıq olaraq çox gecikmiş olunur. Yaşam fürsətini əldən verməyək və belə deyirlər ki, profilaktika müalicədən daha ucuz və daha asandır. Bunu da heç zaman unutmayaq. Gəldiyinizə görə təşəkkür edirəm doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız uzman androloq, uroloq Emin Məmmədov idi. Sizinlə isə sağollaşırıq. Yenidən görüşünüzə gəlmək ümidi ilə sağ olun, sağlıqla qalın.